Salam, heç göy üzünə baxıb düşünmüsünüzmü? Görəsən, bu sonsuz kainatda təkikmi? Bax, bugün astrobiyologiyanın o sirli dünyasına baş vuracağıq. Birlikdə yer kürəsindən kənarda həyat axtarışının nə qədər heyrətamiz bir səyahət olduğunu kəşf edəcəyik. Hə, hamımız həyatın nə olduğunu bildiyimizi zənn edirik, elə deyilmi? Yaxşı, bəs sizə desəm ki, canlı ilə cansız arasındakı o sərhəd heç də düşündüyümüz qədər aydın deyil, əslində olduqca bulanırdır. Gəlin, elə bu fikirdən başlayaq və görək, işlər necə qarışır. Başqa planetlərdə həyat axtarmağa başlamadan əvvəl bir dəqiqə dayanıb çox fundamental bir sualı özümüzə verməliyik. Həyat ümumiyyətlə nə deməkdir? Və görünür ki, bu sualın cavabı elə bizim ilk böyük kosmik tapmacamızdır. Gəlin bir anlıq alov haqqında düşünək. Alov böyüyür, sanki çoxalır, enerji istifadə edir, ətraf mühitə reaksiya verir. Dayanın bir dəqiqə, bütün bunlar bizim həyat dediyimiz şeyin xüsusiyyətləri deyilmi? Baxın, alov yanacağı və oksigeni götürür, əvəzində isə karbon qazı və su buraxır. Bilirsiniz, ən təəccüblüsü nədir? Bu, bizim tənəffüs prosesimizlə, yəni nəfəs alıb verməyimizlə demək olar ki, eyni kimyəvi reaksiyadır. Sadəcə bir fərq var. Bu proses alovda tamamilə nəzarətsiz gedir. Yaxşı, alovun həyata bənzər tərəfləri var. İndi gəlin tam əksinə baxaq. Bəs kristallar? İlk baxışda onlardan daha cansız nə ola bilər ki? Ancaq uyğun şərait yaradın, məsələn duzlu su hazırlayın və görəcəksiniz ki, bir duz kristalı öz strukturunu təkrarlayaraq böyüyür. Bu da bir növ çoxalma deyilmi? Həyatın ən təməl xüsusiyyətlərindən biri. Amma yəqin ki, heç birimiz bir kristala baxıb bu canlıdır demərik. Elə deməli, bu nümunələr bizə nəyi göstərir? Həyatın tərifi heç də qara-ağ deyil. Əslində, ortada böyük bir boz zona var. Elə öz planetimizdəki virusları düşünün. Onlar bu boz zonanın mükəmməl nümunəsidir. Çoxalmaq üçün mütləq başqa bir hüceyrəyə, bir sahibə ehtiyac duyurlar. Bu da onları canlı ilə cansız arasında çox mürəkkəb bir tapmacaya çevirir. Yaxşı, əgər həyatı belə dəqiq tərif etmək çətindirsə, bəs bütün canlıları birləşdirən ortaq bir şey varmı? Bəli, var. Və bu, həyatın proqram təminatıdır. Yəni, universal genetik kod. Bizim bildiyimiz bütün həyat formaları, ən kiçik bakteriyadan tutmuş insana qədər öz məlumatlarını DNT adlanan möhtəşəm bir molekulda saxlayır. Bu, sadəcə kimyəvi bir maddə deyil, yox. Bu, bütün bir orqanizmin necə qurulacağını və işləyəcəyini izah edən ətraflı bir təlimat kitabıdır. Bir növ plan çizgisidir. Ən möhtəşəmi də odur ki, həyatın bütün bu inanılmaz mürəkkəbliyi cəmi 4 dənə kimyəvi hərflə yazılıb. Bəli, cəmi 4. Adenin, qvanin, sitozin və timin. Bu hərflərin ardıcıllığı gözümüzün rəngindən tutmuş bir bakteriyanın nə ilə qidalanacağına qədər hər şeyi, amma hər şeyi müəyyən edir. Və bu həyat proqramı heç də daşdan deyil, həmişə dəyişə bilir. Məsələn, bakteriyalar. Onlar plazmid adlanan kiçik DNT xalqaları ilə genləri bir-birinə ötürə bilirlər. Bunu necə təsəvvür edək? Kompüter proqramına yeni funksiyalar əlavə edən bir plugin kimi. Məsələn, bir bakteriya bu yolla antibiotiklərə qarşı dözümlülük, yəni müqavimət qazana bilər. Bax, bu, həyatın uyğunlaşma qabiliyyətinin nə qədər mükəmməl olduğunun canlı sübutu. Yaxşı, əgər DNT proqramdırsa, onda bu proqramı işə salan bir kompüter də olmalıdır, elə deyilmi? Bax, o kompüter hüceyrədir. Hüceyrə həyatın ən təməl vahididir. DNT-dəki təlimatları oxuyan, ətrafdan enerji və qida toplayan, bir sözlə, həyat üçün lazım olan hər şeyi edən kiçik bir fabrikdir. Amma maraqlıdır ki, təbiətdə bu mühərrikin, bu fabrikin fərqli versiyaları var. Gəlin, məsələn, arxelər adlanan bir qrup mikroorqanizmə baxaq. İlk baxışda bakteriyalardan heç fərqlənmirlər. Amma onların hüceyrə qılafının, yəni membranının kimyəvi quruluşu tamamilə başqadır. Məhz bu kiçik fərq onlara imkan verir ki, qaynar bulaqlarda, yüksək turşuluqlu mühitlərdə ya da çox duzlu sularda sağ qalsınlar. Yəni, əksər canlıların bir an belə dözə bilməyəcəyi yerlərdə. Arxeylər kimi canlıların varlığı bizi çox maraqlı bir fikrə gətirib çıxarır. Bəlkə də, yad planetli həyatı axtarmaq üçün heç uzaq planetlərə getməyə ehtiyac yoxdur. Bəlkə də onlar elə burada, bizim planetimizdə, bizim aramızdadılar. Bu, heyrətamız canlılara ekstremafillər deyilir. Adından da göründüyü kimi, ekstremal şəraitləri sevirlər.
Okeanların dibindəki o qaynar mənbələrdən tutmuş, Antarktidanın donmuş buzlaqlarının dərinliklərinə qədər bir vaxtlar həyat üçün qətiyyən mümkünsüz saydığımız hər yerdə onlar var. Və bu ekstremofilləri öyrənmək sadəcə kosmosda həyat axtarışı üçün maraqlı deyil. Yox, onların gündəlik həyatımıza çox real təsirləri var. Məsələn, o yüksək temperatura dözən termofillərdən alınan fermentlər var ha. Onlar sizin paltaruyan tozunuzun içində də var. Müasir DNT analizlərində də istifadə olunur. Və ya o soyuğa dözən psixrofillər, onlardan öyrəndiklərimiz qidaların dondurulması texnologiyasını tamamilə dəyişdi. Yaxşı, gəldik əsas məsələyə. Əgər həyat bizim öz planetimizdə bu cür inanılmaz ekstremal yerlərdə mövcud ola bilirsə, bəs biz onu yer kürəsindən kənarda necə axtarırıq? Metodlarımız nədir? Baxın, ilk cəhdlərdən biri 1970-ci illərdə oldu. NASA-nın Viking aparatları Marsa indi və çox cəsarətli bir təcrübə apardı. Onlar Mars torpağının üzərinə radioaktiv nişanlanmış, yəni izlənilə bilən qida maddələri tökdülər. Məqsəd nə idi? Görmək ki, görəsən, torpaqda bu qidanı yeyən hər hansı bir mikrob varmı? Bəs ümumiyyətlə şansımız nə qədərdir? Kepler kosmik teleskopundan gələn məlumatlar ağlasığmaz bir mənzərəni ortaya qoyur. Hazır olun, bizim süd yolu qalaktikamızda Günəşə bənzəyən hər 20 ulduzdan ən azı birinin ətrafında suyun mayi halda qala bildiyi o yaşayış zonasında fırlanan yer ölçüsündə bir planet var. Bir düşünün, bu milyardlarla, bəli, milyardlarla potensial yaşana bilən dünya deməkdir. Yaxşı, bəs orada həyat varsa və bu həyat ağıllıdırsa, onlarla necə danışaq? Bax, SETI, yəni Yad Planetli Zəka Axtarışı proqramı məhz bu suala cavab axtarır. Əsas ideya da çox məntiqlidir. Necə ki, səhradakı bütün heyvanlar su içmək üçün eyni mənbəyə toplaşır, kainatdakı sivilizasiyalar da ünsiyyət qurmaq üçün ortaq bir kosmik su mənbəyinə yığışa bilər. Və alimlər düşünür ki, bu su mənbəyi suyun tərkib hissələri olan hidrogen və hidroksilin siqnalları arasındakı sakit bir radio tezliyi. Amma biz təkcə qulaq asmırıq, eyni zamanda özümüz də mesaj göndəririk. 1977-ci ildə kosmosa buraxılan Voyager aparatlarını xatırlayırsınız. Onların üzərində Qızıl Val adlanan bir disk var. O diskin içində yer kürəsinin səsləri, fərqli mədəniyyətlərin musiqiləri, şəkillər, bir sözlə bizə aid hər şey var. Bu sanki bizim ulduzlararası okeana atdığımız bir şüşə içindəki məktubdur. Bəşəriyyətin varlığı haqqında kosmosa göndərdiyimiz bir salamdır. Və bütün bunlar sonda bizi çox fundamental bir suala gətirib çıxarır. Yaxşı, tutaq ki, bir gün həyat tapdıq. Bəs o həyat bizim bildiyimiz həyatdan tamamilə fərqli bir bioximiyaya əsaslanırsa, biz ona baxıb onun canlı olduğunu anlaya biləcəyikmi? Ümumiyyətlə onu tanıya biləcəyikmi?